Salam, hər vaxtınız xeyirli olsun. Xəmsə Milli İntellektual oyunu yenidən birinci kanalın efirindədir. İctimai Televiziya və Gənclərin İntellektual İnkişaf Mərkəzinin birgə təşkilatçılıq keçirilən Çempionlar Kuboku yarışı davam edir. Bugün ikinci mərhələdə üçüncü finalçının adı müəyyən olunmalıdır. C qrupunun komandaları mübarizəyə qoşulur. Komandalarla və onların heyətlərlə tanış olaq. Bakının Mun komandası Elgün Atalıyev, Akşin Atalızadə, Cavid Məmmədov, Elmidar Süleymanov və kapitan Türyan Məmmədov. Bakının Armada komandası Kənan Ağayev, Əsəd Qurbanzadə, Səməd Əliyev, Tural Cahangirzadə və Niftəliyev Məhəmməd Əli. Gəncənin Kəpəz komandası Turqay Babayev, Əli Quliyev, Tural Hüseynzadə, Elnur Əhmədov və Həsən Quliyev. Sumqayıtın debütant komandası Cəfərəv Abuzər, Müslümov Cəlal, Akif Kazımov, Fərəcov Kamran və Rəvan Nəcəfov. Komandalar artıq zalda öz yerlərini aldılar və şərtlərə əsasən ilkin olaraq bəlli raund oynanılır. Bəlli raundun mövzuları ilə tanış olmağın vaxtıdır. Silah konstruktorları, Armud, Oktyabr, Şerşelefam və İran. İlkin olaraq bəlli raundda silah konstruktorları mövzusu oynanılır və biz iştirakçıları kürsü arxasında dəvət edirik. Buyurun. Silah konstruktorları mövzusu ilk sual dəyəri 100 xal. Bir neçə akademiyanın üzvü olan bu şəxs apardığı Mun komandası. Kalaşnikov. Apardığı tədqiqat konstrukt işlərinə görə 1971-ci ildə texnika elmləri doktoru elmi adını almış. Bu Mikhail Kalaşnikov'dadır. İlk sual öz cavabını tapdı. Amerika Birləşmiş Ştatları vətəndaş müharibəsi illərində bu şəxs haqqında deyirdilər. Abraham Lincoln Colt. nə etdi? İnsanları bərabərləşdirdi. Abraham Lincoln insanları azad etdi. O isə insanların hüquqlarını bərabərləşdirdi. Samuel Colt'dan söhbət gedirdi. Üçüncü sual. 1855-ci ildə iflasa uğramış Smith-Wesson silah firmasını bu sahibkar almış və onun adını daşıyan of silahlarının istehsalına başlamışdı. Kim idi o sahibkar? Smith-Wesson silah firmasını alıb, o Winchester'dı, Oliver Winchester. Düzgün cavab gəlmədi. Avtomat top, avtomat tüfəng və dəzgahlı pulemyot silahlarının yaradıcısı bu şəxsdir. İlk olaraq debutant komandası Maksim. Hiram Stevens Maxim, düzdür cavab. 400 xal. Sumqayıt komandası da hesab açdı. Öz şirkətinin olmasına baxmayaraq Belçikanın Fabrik Nasional müəssisəsi Mun komandası Nagan. Nagan cavabı səhvdir. Kəpəz komandası davam edirik. Browning. Fabrik Nasional müəssisəsi ilə də əməkdaşlıq edən bu Amerikalı konstruktor tarixçilərin hesablamalarına görə Atlantik Okeanını 121 dəfə keçmişdi. John Browning. Kəpəz komandası da ilk mərhələdə hesabı açdı. 500 xal və mövzu yekunlaşdı. Buyurun. Bəlli raundun növbəti mövzusu Armud adlanır və iştirakçılar öz yerlərini tutsunlar. İlk sual 100 xal. Bir sıra saytlar onu qədim Azərbaycan dizaynının debutant. Bu Armudu Stəkan. Azərbaycan dizaynın möcüsü adlandırır və belə ki onda gözəl forma. Bəli, gözəl forma funksionallıqla tamamlanır. Söhbət Armudu Stəkandan gedir. Cavab düzdür. Bu armud sortunun adı fransız dilindən Hersaginya kimi tərcümə olunur. Debutant. Elə fransızsa düşəs. Düşəs, düzdür cavab. İlk vaxtlar Kaliforniya bayrağında armudun təsviri nəzərdə tutulsa da hal-hazırda biz ştatın bayrağında bu canlını görə bilərik. Buna səbəb isə rəssamın bir hərfi düzgün başa düşməməsi olmuşdu. Hansı canlını görə bilərik biz? Bu dəfə... Ayı. Düzdür cavab, ayı. Məhz bir hərf. İngilis dilini bilənlər artıq hər şeyi başa düşdülər. Kəpəz komandası düz cavab verdi. Armud 400. 2003-cü ildə bu Çex yazıcısı Penkulpun prezidenti seçilmişdi. Debutant. Çexdirsə yəqin ki Slavyandır, o da Qruşa. Irji Qruşa, bravo.
400 xal. Armud 500. Bu izoamilestat efirinin başqa adıdır. Debutant. Armud essensiyası. Düzdür cavab. 500 xal. Bəlli raundda oktyabr mövzusu oynanır və iştirakçılar kürsü arasında dəvət olunurlar. Buyurun. Oktyabr ilk sual 100 xal. Bakı şəhərinin məhz bu rayonu əvvəllər oktyabr adını daşıyırdı. Yasamal. Yasamal rayonu 100 xal. 1905-1915-ci illərdə mövcud olmuş Armada komandası. Səttarxan Hüseyn. Cavab səhvdir. Digər komanda Sumqayıt komandası dilavan edirik. Oktyabrslər sənə. Oktyabrslər. 1905-1915-ci ildə mövcud olmuş bu siyasi partiya öz adını 17 oktyabr manifestindən almışdı. Düzgün cavab Oktyabrslər. Sumqayıt komandası olduqca məhsuldar oyun nümayiş etdirir. 1810-cu ildə Münhendə təşkil edilən bu festival dünyada ən böyük xalq gəzintisi hesab olunur. Mun komandası. Oktoberfest. Oktoberfest, bravo. Öz tarixini keltlərin Samhain adlı festivalına götürən bu bayram oktyabrın 31-də qeyd edilir. Mun komandası. Halloween. Halloween, bravo. 400 xal. Növbəti sual. 1934-cü ildə məhz bu Avropa ölkəsində baş vermiş antifaşist inqilabi çıxış tarixə oktyabr döyüşləri adı ilə düşmüşdü. Düzgün cavab İspanya. Bəlli raundun növbəti mövzusu Şərşə Ləfam adını daşıyır və iştirakçılar gözləyir. İlk sual belədir. Almanya Komünist Partiyasının banilərinə olan bu qadının Mun komandası. Angela Merkel. Cavab səhvdir. Bu qadının portretini 1971-ci ildə Almanya Demokratik Respublikasında buraxılmış 10 markalıq əskinasının üzərində görmək olardı. Bizə isə o daha çox 8 Mart ideyasının debutant komandası. Klara Zetkin. Klara Zetkin, bravo. Asan bir sual, öz cavabını tapdı. İkinci sual belədir. O, rejissor kimi Oscar mükafatına layiq görülmüş ilk qadındır. Versiya komandalarda yoxdur. Catherine Bigelow. Wikipedia'ya görə bu qadın kitablarının nəşr olmasına görə yalnız debutant Rowling. Agatha Christie. Bibliyadan və Shakespeare'dən geri qalır. Agatha Christie. Mövzunun 4-cü sualı. Özünün Salome piyesini Oscar Wilde bu aktrisa üçün yazdığını deyirdi. Kim üçün yazmışdı? Sarah Bernard üçün yazmışdı. Bu sual öz cavabını tapmadı və gəldi çatdıq Şərşə Ləfam mövzusunun sonuncu sualına. Bu Braziliyalı 2006-2009-cu illər dünyanın ən yaxşı qadın futbolçu seçilmişdi. Brilliant toplanan sayına görə o yalnız qadınlar arasında deyil. Kəpəz komandası. Marka. Təkrar et. Marka. Cavab səhvdir. O yalnız qadınlar arasında deyil, kişilər arasında da rekordsmendir. İndi Marta. Armada komandası. Marta. Marta cavabı doğrudur. Marta. Bəlli raundda İran mövzusu oynanılır və bu mövzunun, sonuncu mövzunun iştirakçıları tribunaya dəvət olunurlar. Buyurun. İlk sual 100 xal. İranın ən hündür zirvəsi olan Dəmavənd Armada. Savalan. Səhvli cavab Mun. İran yaylası. Necə? İran yaylası. İran yaylası cavabı səhvli demək. İranda Necə? İranda yerləşir. Cavab. Yarımçıq cavab. İran. İran cavabı səhvdir. Ən hündür zirvəsi olan Dəmavənd məhz bu dağ silsiləsində yerləşir. Zagros. Bu cavab isə Elbrus. Elbrus. Məhz belədir bir cavab. İran 200. 1732-ci ildə imzalanmış bu müqaviləyə görə Rusiya Gilan, Mazandaran və Astrabadı İrana qaytarır. İran isə Rusiyaya ticari imtiyazlar təqdim edirdi. Müqavilənin adı 1732-ci il. Debutant. Şirvanşah müqaviləsi. Necə? Şirvanşah müqaviləsi. Cavab səhvdir. Düzgün cavab Rəşd müqaviləsi. Rəşd.
İran mövzusu davam edir. Deyilənə görə İran şahı 1-ci Keyxosrov Azərbaycanda Niyal dağın ətəyində bastırılmış və şahın köməkçiləri isə İsmaildəki bu kəndi yaratmışdılar. Hansı kəndi? İlk olaraq Mun komandısı. Lahıc. Lahıcı yaratmışlar. Düzdür cavab. Bravo. 2003-cü ildə Nobel sülh mükafatına bu İranlı qadın layiq görülmüşdü. Bu dəfə də Mun komandası. Şirin Əbadi. Şirin Əbadi. 400 xal. Gəldi çatdıq raundun son sualına. 11-ci əsrdə yaşamış Keykavus İbn İskəndər İbn Qabusun farsça yazılmış bu əsəri nəsihətamiz və Kəpəz komandası Qabusnamə. və əxlaqi pritçalar toplusudur. Qabusnamə. Gəncə komandası düzgün cavab verdi. Belə ki, oyunun ilk mərhələsi artıq geridə qaldı. Keçidi alırıq şərtli raunda. Qaydalara əsasən mövzular növbə ilə elan olunur və oyuncular sırayla öz yerlərini tuturlar. İlkin olaraq şərtli raundda gözə görünməz mövzu oynanacaq. Gözə görünməz. Və biz qısa müzakirə üçün vaxt ayırırıq və oyuncuları gözləyirik. Vaxtı, buyurun. Buyurun kürsü arxasına. Gözə görünməz mövzu ilk sual 200 xal olacağı daha öncə xal durumunu nəzərdən keçirək. Armada 200 xal, Kəpəz 700 xal, Mun komandası 1000 xal və debutant Sumqayıt 2000 xalla liderdir. Hələ ki, komandalar arasında ciddi fərq yoxdur. Herbert Oyes bu əsərlə o illərdə Mun komandası. Gözə görünməz adam. O illərdə məşhur olan fövqəladə insan ideyasına qarşı çıxırdı məhz gözə görünməz adam. Onun ən məşhur əsərlərindən biri məhz belə adlanır. Cavab düzdür. Amerika Birləşmiş Ştatlarının əsasən cənubunda fəaliyyət göstərən bu terrorist və irqçi təşkilatı qeyri-rəsmi olaraq gözə görünməz Ku Klux Klan. Ku Klux Klan, gözə görünməz imperiya adlandırırlar. Ku Klux Klanı. Daha bir doğru cavab. Bu ifadəyə ilk dəfə 1759-cu ildə işıq üzü görmüş Mun komandası. Gözə görünməz əl. Hansı əsərdə rast gəlinir ona? Smith gənc tacirə nəsihətlə. Əxlaqi hisslər nəzəriyyəsində rast gəlinir. Gözə görünməzlər, düzdür cavab. Olduqca məhsuldar bir oyunun şahidi. Davam edilir, 800 xal. Yalnız Höns adasında onları hazırlaşdıran məktəblərin sayı 70-ə qədər idi. Artıq sualın bu hissəsində 2 komanda cavab vermək istəyir. Başlayırıq, 3 oldu. Mun komanda. Kamikadze. Kamikadze cavabı, səhvli Kəpəz. Samuray cavabı, səhvli debutant. Ninja. Onlara burada həmçinin gözə görünməz olmağı öyrədirlər. Bu səbəbdə onları gözə görünməz qatillər adlandır. Söhbət ninjalardan gedirdi. Düzdür cavab. Ötən ilin sonlarında Şimali Amerika prokatına liderlik edən bu film idmançı Michael Ower'ın həyatından bəhs edir. Filmin adı Michael Ower'ın həyatından bəhs edir. Məşhur Amerikan futbolunda uğur qazanmış bir idmançıdır Michael Ower. Filmin adı isə görünməyən tərəfidir. Mövzu yekunlaşdı. Zalda öz yerinizi alın. Şərtli raundun növbəti mövzusunun adı Pulunu balta kəsmir. Bax, belə bir maraqlı adı var mövzunun. İştirakçılar öz yerlərini ala bilərlər. Buyurun. Şərtli raundda Pulunu balta kəsmir adlanan mövzu oynanılır. 2010-cu ilin əvvəlində Forbes tərəfindən açıqlanan dünyanın ən nüfuzlu milyarderləri siyasında bu İtalyan ikinci yerdə qərarlaşmışdı. Bu İtalyan ikinci yerdə qərarlaşmışdı. Kim ola bilər? Mun komandası. Silvio Berlusconi. Silvio Berlusconi. Asan bir sual, cavabını tapdı. 1982-ci ildə ilk dəfə dərc olmuş Amerika Birləşmiş Ştatlarının 400 ən zəngin adamı siyasında bu soyadı daşıyan 14 şəxs olduğu halda 21-ci əsrdə bu göstərici 3-ə enmişdi. Bu zənginlər sülaləsinin banisi isə artıq Kəpəz komandası cavab vermək istəyir, buyur. Rockefeller. Standart Oil şirkətinin banisidir. Söhbət Rockefellerlərdən gedirdi. Düzdür cavab. Növbəti sual 600 xal. Facebook sosial şəbəkəsini yaratmış bu şəxs Mun komandası. Mark Zuckerberg. Dünya tarixində nə sayılır o? Necə? Dünya tarixində ən gənc milyarder sayılır. Mark Zuckerberg düzgün cavab edir. 600 xal. Mun komandasının hesabına yazılır. Davam edirik. Aviator filmi ilk rəsmi milyarder olan bu şəxsin həyatından bəhs edir. Aviator filmi kimin həyatından bəhs edir? Məşhur bir filmdir. O
Howard Hughes'un həyatından, gecdir artıq. Gecdir, Howard Hughes'un həyatından bəhs edir. Mövzudan son sual səslənəcək. Süleyman Ələsgərov və Şıxaylı Qurbanovun bu musiqili komediyası musiqili komediya teatrının repertuarına daxildir. Milyonçunun dilənçi oğlu adlanırdı. Buyurun. Şərtli raundun 3-cü mövzusunun adı məhkəmə. Məhkəmə adlanır. Oyuncularım, öz yerlərini ala bilərlər. Gəlin. Buyurun, buyurun. Şərtli raundda qalxın məhkəmə gəlir adlanan mövzu oynanılır. Bu mifoloji süjet Lukas Kranach, Rubens, Renoir, Mikhail Vrubel və s. rəssamların əsərlərinə ad vermişdi. Hansı mifoloji süjetdən söhbət gedir? Paris məhkəməsi. Davam edirik. İkinci sual. Karl Dönitz onu Amerikalıların uydurması, Julius Streicher dünya yəhudilərinin qələbəsi, Hans Fritzsche isə bütün dövrlərin ən ağır ittihamı adlandırmışdı. Söhbət nədən gedə bilər? İlk olaraq Kəpəz Gəncə. Holocaust. Holocaust deyil. Nəyi? Mövzu qalxın məhkəmə gəlirdi. Amerikalıların uydurması, bütün dövrlərin ən ağır ittihamı adlandırdı bu şəxslər. Söhbət məşhur bir prosesdən gedirdi. Nürnberg mühakiməsindən. Asan bir sual idi. Təəssüflər olsun, cavab gəlmədi. Milli Məclis deputatları seçkilərinin nəticələrinin düzgünlüyünü bu orqan yoxlayır və təsdiq edir. MUN komanda, 4 komandanın 4-ü də düyməni sıxdı. İlk olaraq MUN komanda. Konstitusiya məhkəməsi, 600 xal. Öz əsərlərini Qərbdə Abram Ters və Nikolay Arjak adlarıyla nəşr etdirən bu iki yazıçının mühakiməsini SSR-də demokratik hərəkatın ikinci mərhələsinin başlanğıcı adlandırırdılar. Hansı iki yazıcıdan söhbət gedir? Andrey Sinyavski və Yuli Danieldən söhbət gedirdi. Və gəldi çatdıq məhkəmə mövzusunun sonuna. Məktəb müəllimi John Scopes'un ittiham olduğu meymun mühakiməsi bu Amerikan ştatında yaşanmışdı. Məktəb müəllimi John Scopes'un ittiham olduğu meymun mühakiməsi bu Amerikan ştatında yaşanmışdı. Məşhur bir mühakimə idi. Meymun mühakiməsi. Tennessee ştatında. Mövzu sağa çatdı. Şərtli raundun növbəti mövzusunun adı belədir. Uşaqlar adını daşıyır. Uşaqlar. Və bu mövzunun iştirakçıları tribunaya dəvət olunlar. Buyurun. Buyurun, öz yerinizi alın. Kürsü arxasında. Uşaqlar mövzusundan ilk sual. Ay başı daşlı kişi dinmə uşaqdır. Uşağım nə ədəb vaxtını qoy, söysün. MUN komandası. Mirzə Rəhbər Sabirin. Uşaqdır. Uşağım Mirzə Rəhbər Sabirin məhz. Şeiri idi, asan bir sual cavab gəldi. Uşaqlar 400. 40-45 yaşlarında ucaboy, fağır İran əhli olan Kəbil Əzim məhz bu hekayənin baş qəhrəmanıdır. Bu dəfə də MUN komandası. Saqqallı uşaq. Saqqallı uşaq. Bravo. 400 xal yazıldı komandanın hesabına. Davam edirik. Uşaq xəstəliklərindən və onların müalicəsindən bəhs edən elm məhz belə adlanır. MUN. Pediatriya. Pediatriya adlanır. Doğrudur. Kapitan Grant'ın uşaqların adı məhz belə idi. Məncə asan sualdır. Əsəri oxuyanlar çətin ki, o adları yaddan çıxartsın. Mary və Robert. Son sual. Dəmir yolu idarəsi tədris müəssisələri tabirində olan ilk belə müəssisə SSR-də 1935-ci ildə. Uşaq dəmir yolu. Harada istifadəyə verilmişdi ilk dəfə? Ola bilər Bakıda. Xeyr, Tiflisdə uşaq dəmir yoluna söhbət gedirdi. Cavab doğrudur. Qara qızıl adlanacaq son mövzumuz. Buyursun, son iştirakçılar. Hər bir komandanın ehtiyatlı cəmi bir oyuncu qalır. Gözləyir yolları. Qara qızıl 200. Bu komandanın ittifak çempionatının ən böyük uğuru MUN. Bakının Neftçi komandı. Ən böyük uğuru nə olmuşdu? SSR 3-cüsü məncə olur. Neçənci ildə? Mən zəifəm futbol teması. 1966-cı ildə. Söhbət Neftçidən gedir, düz cavab. Bu fond Azərbaycan Respublikası Prezidentinin 3 komanda artıq cavab vermək istəyir. MUN komandası yenə də. Heydər Əliyev fondu. Cavab səhv. Deputat komandası.
Debutant komandasının cavabını gözləyirik. Neft fondu. Bakı Neft fondu. Bu fond Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə təsis edilmiş Dövlət Neft Fondundan düzgün cavab kimi cavabınızı qəbul edirik. Qara Qızıl 600. 1916-cı ildə artıq Neft və milyonlar səltənətində. neft sənayəçilərinin pulu ilə kimin romanı əsasında? Musa Bəyevin. Bu eyni adlı roman əsasında ilk Azərbaycan bədii filmi Neft və Milyonlar Səltənətində. Cavab doğrudur. Neftin təqribən 82-87% kimyəvi tərkibini məhz bu element təşkil edir. Hansı element? Hansı element? Armada komandası. Karbon. Karbon təşkil edir, düzdür. Qara Qızıl mövzusundan son sual səslənir, diqqətli olun, Minxal dəyərində olan bir sualdır. Neft Fantana bir pərdəli komediyasının müəllifi məhz bu Azərbaycan şairi və tərcümətçisidir. Neft Fantanı komediyası. Abbas Səhət. Mövzu sona çatdı, ümumiyyətlə round sona çatdı. Yerinizi ala bilərsiniz. Belə oyunun artıq ikinci mərhələsində yekunlaşdı. Keçidi alırıq sirli raunda. Bu raundun qaydalarına əsasən oyuncular yalnız kürsü arxasında öz yerlərini aldıqdan sonra mövzuyla tanış olurlar. Və biz ilk oyuncuları gözləyirik. Bir burada buyurun. Sirli raundun ilk mövzusunun adıyla tanış olmazdan əvvəl xal durumunu nəzərdən keçirək. Kəpəs komandası -100, Armada 1000 xal, debutant komandası Sumqayıt 3200 və Mum komandası 5400 xalla liderdir. Mövzunun adı belədir. 100 ölç, 1 biç. Belə bir maraqlı adı var mövzunun. Antik dövrdə xərçəng bürcünün bir hissəsi sayılan bu zodiak bürcünün formalaşması eramızdan əvvəl 1-ci əsrə təsadüf eləyir. 100 ölç, 1 biç. Hansı bürc ola bilər? Fikirləşin. Ölçmək. Tərəzi bürcü. Artıq gecdir. Mən deyəndə bir qədər gec, iki komanda reaksiya verdi, artıq gecdir. Əlin, baş və çeçələ barmaqlar arasındakı məsafə bu 5 hərfli sözlə ifadə olunur. Mum komandası. Pəncə. Digər komandalar. Əlin, baş və çeçələ barmaqlar arasındakı məsafə. Qarış. Asan bir sual, cavab. Ardıcılı ki, asan sualı cavabını tapmadı. Bu komitə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il Mum komandası. Standartlaşdırma, metrologiya və patent. 27 dekabr tarix fərmanı ilə Dövlət Agentliyi statusunda yaradılmışdır. Cavab dəqiqdir. Tam dolğun cavab gəldi. 100 ölç, 1 biç mövzusu davam edir. Bu həm qol budağı və gövdəsi oduncaqlaşmış çoxollu bitki, həm də təxminən 7 kilometrə bərabər olan Ağac. artıq istifadədən çıxmış uzunluq ölçüsü ağac. Və 1500 xal dəyərində olan növbəti sual. Beynəlxalq vahidlər sistemində maqnit axını vahidi bu Alman aliminin adını daşıyır. Maqnit axını vahidi. Armada. Tesla. Tesla Alman deyil axı. Tesla Seftir. Wilhelm Eduard Weber. Mövzu yekunlaşdı. Sirli raundun növbəti mövzusunun iştirakçılarını gözləyirik. Buyurun kürsü arxasına. Sirli raundun ikinci mövzusu qara mövzu adlanır. İlk sual 300 xal. Mister Olimpiyanın 7 qat qalibi olmuş bu aktyor 2003-cü ildə Kaliforniya ştatının qubernatoru seçilmişdi. Armada? Arnold Schwarzenegger. Bir neçə ay öncə isə o artıq həmin vəzifədən getmişdi. Arnold Schwarzenegger'ə söhbət gedirdi. Qara mövzu 600. Uzaq sahillərdə tarixin ibrət dərsi Matteo Falcone Moon komandası cavab verir. Qara Qarayev. Goya filmlərinin bəstəkarı məhz Qara Qarayev olmuşdu. 600 xal. Ona
Voltaire, Markiz de Sade, Lewis Carroll və başqa müəlliflərin əsərlərində rast gələnsə də onun ifadə edən termini ilk dəfə 1880-ci ildə Joris Huysmans işlətmişdi. Voltaire, Markiz de Sade, Lewis Carroll. Qara dəlik. Səhvdir cavab. Səhvdir cavab. Söhbət qara yumordan gedirdi. Qara yumor. Mürəkkəb sualı razıyam. Mürəkkəb sualı. Çernogoriya Konstitusiyasının 7-ci maddəsinə görə Cetina ölkənin rəsmi paytaxtıdır. Ölkənin ən böyük şəhəri isə budur. Çernogoriyanın ən böyük şəhəri hansıdır? Cetina Çernogoriyanın rəsmi paytaxtıdır. Ən böyük şəhəri isə Podgoritsa şəhəridir. Podgoritsa. Asan bir sual idi. Qara mövzu 1500. Son sualı. Ötən əsrin 40-50-ci illərində Amerika kinematografında mövcud olan bu cəryan adı fransız dilindən qara kimi tərcümə olunur. Noir. Təkrar et. Le noir. Le noir. Düzdür cavab. Düzdür. Noir. Sil raundun 3-cü mövzusuna start verilir. Təbii ki, oyuncular əvvəlcə öz yerlərini tutmalılar. Mövzunun adı belədir. Ölüm qabağı ifadələr. Olduqca maraqlı bir mövzudur. İlk sual 300 xal. Ölümündən əvvəl bu Roma imperator demişdi. Necə böyük? Artıq iki komanda cavab vermək istəyir. Mun komandası. Neron. Nə demişdi? Yanında değil. Necə böyük aktyor ölür. Məhz Neron demişdi onu. Bu Romalı senatoru biz daha çox debutant komandası. Brut. Nə ilə tanıyırıq onu biz? Xəyanətlə. Yuli Sezarın ölüm qabağı sözlərində xatırlandığı üçün sən də mi Brut ifadəsi var, məşhur bir ifadə. Brutdan söhbət gedirdi. Sumqayıt komandası düzgün cavab verdi. Ölüm ayağında olarkən bu fransız yazıcı öz personajını təcrübəli həkim Bianchonu xatırlayaq demişdi. O məni xilas edə bilərdi. Məhz öz personajı onu xilas edə bilərdi. Belə düşünürdü bu fransız yazıcısı. Həkim Bianchon kimin personajıdır? Sual belə də qoymaq olar. Honoré de Balzac. 1954-cü ildə Lyonda vəfat edən bu Augustin son sözləri mənim plonkam başa çatır olmuşdu. Onun soyadı nə idi? Mənim plonkam başa çatır. August Lumière. Yaşıyor mu ya? August Lumière. Ölüm qabağı ifadələr mövzu son sual. Yandırmaq, inkar etmək demək deyil ifadəsi bu İtaliyanın ölüm qabağı sözləri idi. Kim ola bilər? Kim deyə bilər bunu? Hansı İtalyan deyə bilər? Yandırmaq, inkar etmək demək deyil. Kəpəz. Giordano Bruno. Giordano Bruno. Nəhayət bir cavab. 1500 xal. Sil raundun 4-cü mövzusunu iştirakçılarını gözləyirik. Buyurun tribunaya. Sil raundda sirli sehirli mövzu oynanılacaq. İlk sual 300 xal. 1174-75-ci illərdə yazılmış bu əsər. Debutant. Bu əsər Ərzincan hakimi Fəxrəddin Bəhramşaha həsr olunub. Sirlər xəzinəsi. Sumqayıt komandası suala düzgün cavab verdi. Bu filmdə dövrümüzün bir sıra texnoloji yeniliklərini ilkin olaraq debutant komandası düyməni sıxıb. Azərbaycan filmidirsə, əlbəttə ki, Seyli xala. Həmin filmdə bir sıra texnoloji yeniliklər. Məsələn, kiçik ölçülü əl video kamerasını görmək olar. Seyli xalat filmindən söhbət gedir, cavab doğrudur. Bəzi tarixçilər Mozartın bu operanın gizli mason təşkilatını həsr etdiyini qeyd edirlər. Mun komandası. Sehirli fleyta. Seyirli fleytanı. Zoologiyanın bu bölməsi əfsanəvi, elmi cəhətdən təsdiq olunmamış heyvanları və indiki dövrdə mövcud olmayan canlılar öyrənir. Debutant. Deməli, heyvanlar, sehir, kriptozoologiya. Bravo! 1200 xal.
Sirli mövzu 1500. Bu şəhərdə Kabala sirlərinin mahir bilicisi və gildən bətheybət golemi yaratmış Mun komandası. Praqa. Rabbi Lyovenin heykəlini görmək olar. Praqada, Çexiyanın paytaxtında. Bravo! 1500 xal Mun komandasının hesabına yazıldı. Sirli raundun son mövzusu. Hər bir komandanın ehtiyatında bir oyuncu var və onlar öz yerlərini tuta bilərlər. Buyurun. Sirli raundda qadın böyük qüvvədir mövzusu oynanılacaq. Marilyn Monroe'nun iştirakı ilə 1959-cu ildə çəkilmiş bu filmin adı iki komanda düyməni sıxıb, daha cəld Mun komandası tərəfindən. Gentlemen prefer blonde women. Cavab səhvdir. Cavab səhvdir deputat komandası. Cazda yalnız qadınlardır. Bu filmin adı bəziləri isti xoşlayır olsa da, SSR prokatında filmin adı məhz cazda yalnız qızlardır. Məhz belə səslənirdi. Bu dul fransız qadını 1. Aleksandrın saray adamlarını şampan şərabı ilə tanış etmişdi. Bum. Kliko. Kliko. 600 xal. Bohemiyada qalmaqal əsərində Sherlock Holmes məhz bu ağıllı qadınla tanış olur. Irene Adler. İren Adler 900 xal. Olduqca fantastik oyun nümayiş etdirir Mun komandasının üzvləri və artıq 12.000 xal açıqdır bu komandanın hesabı. Fantastika. Mövzunun növbəti sualı. İspaniyanın Toboso şəhərciyində məhz bu xanımın muzeyi var. Kimin? Dulcinea xanım. Dulcinea. Toboso Dulcinea'nın muzeyi var həmin şəhərdə. Və son sual. Raundun son sualı. Tesey onların çariçası Antiopanı uğurlamış, Herakles isə İppolitin kəmərini əldə etmək üçün onlarla mübarizə aparmışdı. Kimlərlə? Mun. Amazonkalar. Amazonkalarla. 1500 xal. Beləliklə, fərdi raunda qədəm qoyuruq. Bu raundda qaydalara əsasən hər komandadan yalnız bir oyuncu iştirak edə bilər və həmin oyuncuları biz kürsü arxasına dəvət edirik. Buyurun. Fərdi raundun mövzuları ilə tanış olmazdan əvvəl xal durumu. Armada mənfi 200, Kəpəz 1400, Debütant, Sumqayıtın Debütant komandası olduqca gözəl oyun nümayiş etdirir, 6200 xalları var. Ancaq onların rəqibləri olduqca daha güclüdür. Mun komandası 14700 xal. Beləliklə fərdi raundun mövzuları ilə tanış olaq. Nuş olsun, hecabi mövzu qan, yazıçılar, I'll be back, belə bir ingilis dilində bir ifadə var və hecabi mövzu ans. İlk olaraq Armada. Yazıçılar. Yazıçılar mövzusundan Armada komandası imtina etdi. Kəpəz. Nuş olsun. Nuş olsun mövzusu artıq yoxdur. Qalıb 3 mövzu. Debutant komandası. Debutant deməli o ingilis olan I'll back mövzusundan imtina olundu və son olaraq 2 hecabi mövzu qalıb. Qan və ya ans. Qan qalsın. Qan qaldı. Qan qəddəram. Komandaların seçimindən asılı olaraq qan mövzusu oynanılacaq fərdi raundda. Bu raund çox suallara aydınlıq gətirə bilər. Nəticələrdən asılı olaraq elə bir hal baş verə bilər ki, xəmsə raundu ümumiyyətlə oynanılmasın. Hər şey Mun komandasının və Debutant komandasının oyunundan asılıdır. Beləliklə, mövzunun ilk sualı dəyəri 400 xal. Onun haqqında ilk düzgün təsəvvür 1628-ci ildə William Harvey tərəfindən verilmişdi. Armada? Qan cavabı səhv. Mun. Qan dövranı. Qan dövranı haqqında. Onun 1895-ci ilə aid nümunəsi Sovet ordusunda geniş yayılmışdı. Nəyin? Nəyin nümunəsi? Kəpəz. Naqan. Naqan tapancasının, bəli. Bəzi Aralıq dənizi ölkələrində Miraj məhz bu mifik personajın adını daşıyır. İki komanda düyməlisi, Mun komandası daha tez. Fata Morgana. Fata Morgana, bravo. 20-ci əsrin əvvəllərində Afrikada olduğu dövrdə o dinc müqavimət taktikasını hazırlamışdı. Kim? Kəpəz. Mahatma Gandhi. Gandhi. 1600 xal. Kəpəz komandası fərdi raundda güclü oyun nümayiş etdirir və gəldi çatdıq son suala. Durum belədir. Debutant komandası 6200 xal,
Bunun komandası 16.300 xal. Olduqca maraqlı bir vəziyyətdir. Debutant komandası xəmsə raunduna keçid almaq üçün bu suala mütləq düzgün cavab verməlidir. Son sual 2000 xal. 17-ci əsrin sonlarında 1-ci Pyotr tərəfindən qəsr kimi əsası qoyulmuş bu şəhərdə Çexov adına ədəbi tarixi muzey yerləşir. Mun. Taganrog. Taganrog! Məhz Taganrogda. Fərdi raund yekunlaşdı. Beləliklə, son durumu nəzərdən keçiririk. Armada mənfi 600 xal, Kəpəz 3800 xal, debutant 6200 xal, Mun komandası 18300 xal. Bu o deməkdir ki, 5-ci mərhələyə xəmsə raunduna ehtiyac yoxdur. Artıq bu oyunda hər şey aydındır. Mun komandası finala olan 3-cü vəsiqəyə sahib çıxır. Təbrik edirik. Sizinlə hörmətli tamaşaçılar, düz bir həftədən sonra D qrupunun oyunda yenidən görüşəcəyik. Sağ olun, salamat qalın. Salam, hər vaxtınız xeyirli olsun. Xəmsə Milli İntellektual oyunu yenidən 1-ci kanalın efirindədir. İctimai Televiziya və Gənclərin İntellektual İnkişaf Mərkəzinin birgə təşkilatçılıq keçirilən Xəmsə oyunu üzrə Çempionlar Kuboku yarışı davam edir. İkinci mərhələnin artıq 3 finalçısı müəyyən olunub. Bugün D qrupunun sakinləri mübarizəyə qoşulacaqlar. Komandalarla və onların heyətləri ilə tanış olaq. Bakının Land of Fire komandası Orxan İsmailov, Rüfət Abdullayev, Babək Qasımzadə, Asim İbrahimli və Azər Abbasəliyev. Sumqayıtın Sümeran komandası Toğrul Niyazlı, Fuad Əliyev, Emin Əmirov, Sabir Əskərov və Mahir Əliyev. Göyçayın Prima komandası Əli Zeynallı, Tağzadə Kamran, İsmail Məmmədov, Abbas Məmmədov və kapitan Rəşad Əliyev. Bakının Abşeron komandası Cemal İsmailov, Murad Muradov, Anar Rızazadə, Fərruq Novruzov və Ruslan Mirzəliyev. Komandalar artıq zalda öz yerlərini aldılar və qaydalara əsasən ilkin olaraq bəlli raund oynanacaq. Bəlli raundun mövzuları ilə tanış olaq. Prezident, hecavi mövzu, fan, balıqlar, tikdim ki, izim qala və çoban mövzusu. Bax, belə maraqlı mövzularımız var bəlli raundda. Qısa müzakirə üçün vaxt ayrılır. Bəlli raundda ilk olaraq prezident mövzusu oynanılır və iştirakçılar kürsü arxasına dəvət olunurlar. Buyurun, öz yerinizi tutun. Prezident mövzusundan ilk sual dəyəri 100 xal. O, 2003-cü ildə Mərkəzi Şəhər Kitabxanası və Azərbaycan Sumerang 2003-cü ildə İlham Əliyevdir bəlkə cavab. Xeyr, biz başqa şey soruşuruq. Mərkəzi Şəhər Kitabxanası və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin kitabxanası əsasında yaradılmışdı. Nə yaradılmışdı 2003-cü ildə? Mərkəzi Şəhər Kitabxanası və Azərbaycan Respublikası Prezidentinin Prezident kitabxanasıdır. Prezident Kitabxanası, düzdür cavab. Prezident 200. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jacques Rogge məhz bu ölkədəndir. Haraldır Jacques Rogge? Asan bir sualdır. Land of Fire. Səhv etmirəmsə İsveçrədən. Xeyr, İsveçrədən deyil. Blatter İsveçrədəndir. İki komanda eyni vaxtda reaksiya verdi. Əvvəlcə Göyçay komandası. Fransa. Fransa deyil. Sumerang.
Rock. Rock Rock haraldı? Bəlkə Almandır. Alman olur. Rock Rock Belçikalıdır. Belçikalı. Harrison Ford bu filmdə Prezident James Marshall rolunu canlandırmışdı. Land of Fire. Prezidentin təyyarəsi. Prezidentin təyyarəsi. 300 xal. 1997-ci ildə Milli Simfonik Orkestrin konserti zamanı bu prezident səhnədə dirijorun assistenti qismində çıxış etmişdi. 1997-ci il orkestrin konserti və bu prezident səhnədə dirijor assistenti olur. Kim ola bilər? Sumerang. Bəlkə bu Bill Clinton. Bu Bill Clinton'dur. Bill Clinton cavabı doğrudur. Prezident 500. Sverdlovsk vilayətinin Malışev mədənində tapılmış bu qiymətli daş almaz fondunda saxlanılır. Daşın adı. Onun adı Prezident Zümrüdü. Məhz belə adlanırdı. Mövzu yekunlaşdı, buyurun. Bəlli rahatlıya cavabı mövzu fan oynanılır. Fan. Buyurun. İlk sual 100 xal. Johann Kepler'in Somnium əsəri bəzi müəlliflər tərəfindən Land of Fire. İlk fantastik əsəridir. Xeyr, ilk fantastik əsər deyil. Bəzi müəlliflər tərəfindən bu janrda yazılmış ilk əsər sayılır. Sumerang. Fantazi. Fantazi. Səhvdir. Abşeron. Fantastika. Yox. Deyil, fantastika. İlk elmi fantastika. Məhz elmi. Johann Kepler. Növbəti sual. Quba rayonu ərazisində yerləşən bu zirvə öz adını tez-tez müşahidə olunan küləklərə görə almışdı. Land of Fire. Tufan dağ. Tufan dağ, 200 xal. Düzdür cavab. Qədim Yunanistanda bu sözlə yaxşı üzgüçü və dalğıcıları adlandırırdılar. İndi isə o insanın ətraf mühitdən təcrüdü üçün nəzərdə tutulan təchizatı, yəni paltarı ifadə edir. İki komanda düyməni sıxıb, əvvəlcə Abşeron. Sarafan. Sarafan cavabı səhvdir. Land of Fire. Skafandır. Skafandır. Məhz bu söz. Daha 300 xal yazılır komandanın hesabına. Avropa Çempionlar Kubokunda 49 gol vurmaqla tarixə düşmüş bu futbolçu eləcə də 2 dəfə qızıl top mükafatına layiq görülmüşdü. Bitənlərin ən məşhur futbolçuları nə olub? Prima Göyçay komandası. Di Stefano. Alfredo Di Stefano cavabına görə 400 xal Göyçay komandasının hesabına yazıldı. Bu 4-cü sualıdır. Və son sual belədir. Misir və Nubiya sərhədində Nil çayında yerləşən bu adada ötən əsrin əvvəllərində Arami dilində çoxsaylı hüquqi sənəd və məktublar tapılmışdı. Bu adanın adı Misir və Nubiya sərhədində Nil çayında yerləşir bu ada. Onun adı Elefantinadır. Mövzu yekunlaşdı. Bəlli raundda balıqlar mövzusu oynanılır. İştirakçılar öz yerlərini tuta bilərlər. Balıqlar mövzusundan ilk sual. Zoologiyanın balıqları orqanlarının vəzifəsini Land of Fire ilk olaraq İxtiyologiya. və həyat tərzində öyrənə bilməsi məhz ixtiyologiya adlanır. Balıqlar 200. O 13 yaşında Amerika Birləşmiş Ştatlarının gənclər arasında iki komanda reaksiya verib və primadan başlayırıq. Amfibiyadan. Xeyr, amfibiyadan cavabı səhvdir. Land of Fire. Bu Bob Fischer'dır. 14 yaşında böylə arası çempion olub, 71-ci ildə iddiaçılar maçını olaraq Boris Spassky ilə oynamaq hüququ qazanmışdı bu Robert Fischer'dir. Düzdür cavab. Uşaq ədəbiyyatının ən yaxşı nümunələrindən olan Balaca Qara Balıq əsərinin müəllifi məhz bu İran yazıcısıdır. Balaca Qara Balıq əsərinin müəllifi kimdir? Səməd Behrəngi. Məhz odur bu əsərin müəllifi. Yaponların fikrincə bu bıçaq altında əsməyən yeganə balıqdır. Məhz bu səbəbdən bu balıq Yaponiyada cəsarət, iradə və sarsılmaz ruh simvoludur. Hansı balıq? Bıçaq altında əsməyən yeganə balıq. Karp balığından söhbət edir. Karp. Balıqlar mövzusundan son sual. Galaktikaya ən yaxın ulduz sistemi Magellan buludlarının Land of Fire. Balıqlar bürcü bəlkə. Necə? Balıqlar bürcü. Xeyr, balıqlar bürcü adı. Magellan buludlarının böyüyü məhz bu bürcüdə yerləşir. Galaktikaya ən yaxın ulduz sistemi olan Magellan buludlarının böyüyü məhz bu bürcüdə yerləşir. Bürcün adı Qızıl balıq. Mövzu yekunlaşdı. Bəlli raundun növbəti mövzusunun adı belədir. Tikdim ki, izim qala.
Oyuncular buyursunlar. Mövzunun ilk sualı 100 xal. Rəvayətə görə Bizans imperatoru 1. Yustinian bu məbədin tikilməsi Land of Fire Ayasofya. ideyasını yuxuda olarkən mələklərdən almışdı rəvayətə görə. Məhz Ayasofyanın ideyasını. Bu mühəndis Bordoda körpü, Budapeştdə vağzal və Panama kanalının tikilişində ilk olaraq Abşeron. Gustav Eyfel'dir. Ona daha çox şöhrət gətirən obyekti 1889-cu ildə, yəni Eyfel gülləsini tikmişdi. Gustav Eyfel cavabı doğrudur. Sanskritçədən tərcümədə müqəddəs mənasını verən buddistlərin bu məbədləri əsasən pavilyon və ya qala formasında olur. 3 komanda. Cavab vermək istəyir daha öncə Land of Fire komandası. Pagoda. Pagoda, düzdür. 300 xal. Bu şəhərdə ucalan 120 metr hündürlüyündə dəmirdən molekul maketi olan Atomium. Land of Fire. Brüssel. 1958-ci ildə Ümumdünya sərgisi üçün tikilmişdi. Söhbət Brüsseldən gedirdi. Düzdür. Daha bir dəqiq cavab gəldi. Olduqca məhsulları bir oyun gedir. Əmir Teymurun qəbrinin yerləşdiyi Qur Əmir Mavzileyi məhz bu şəhərdədir. Abşeron. Bu Səmərkənddir. Bu Səmərqənddir. Bravo. Bəli raundun son mövzusu və son iştirakçılar öz yerlərini tutsunlar. Çoban mövzusu oynanacaq. Çoban mövzusu nominal 100. Bu sülalə 1344-cü ildən 3 komanda cavab vermək istəyir. Land of Fire. Bu çobanilərdir. 1358-ci ilədək Azərbaycanda hakimiyyətdə olmuş çobanilərdən söhbət gedirdi. Cavabı doğrudur. Bibliyaya görə bu Fələstinli nəhəng təkbətək döyüşdə çoban Davud tərəfindən öldürülmüşdü. Sumerang, hansı nəhəng? Salomon. Cavab səhvdir. Deyil. David kimi təkbətək döyüşdə öldürüb? Qaliyaf. Qaliyaf! Xan çoban təxəllüsü ilə məşhurlaşan bu Azərbaycan aşığın adı Sumerang. Aşıq? Aşıq. Aşığın adı Nəbati. Əbülqasım Nəbati. Düzdür. 300 xal. Cavab doğrudur. Çoban mövzusu 400. Çoban həyatını idilya şəklini təsvir edən bədii və ya musiqi əsəri məhz belə adlanır. Land of Fire. Bu pastorallardır. Pastorallardır bu. 400 xal. Land of Fire komandasının hesabına yazıldı. Gəldi çatdıq son suala. Ümumiyyətlə raundun son sualı səslənəcək. 19-cu əsrin axırlarında yaranmış bu rəqs sürətli tempdə, cəld və ahəngləşdirilmiş hərəkətlər düzümündə adətən kişilər tərəfindən ifa olunur. Rəqsin adı nədir? Rəqsin adı? Xan çobanıdır. Xan çobanı. Mövzu yekunlaşdı. Oyunun ilk mərhələsi geridə qaldı. Keçid alırıq şərtli raunda. Şərtli raundun qaydalarına əsasən mövzular növbə ilə elan olunur və oyuncular sırayla öz yerlərini tuturlar. Şərtli raundda ilk olaraq futbol da bir dünyadır mövzusu oynanacaq. Oyuncular gözləyirik. Şərtli raundda futbol da bir dünyadır mövzusu oynanılacaq, ancaq daha öncə xal durumu. Prima 0, Sumerang 100, Abşeron 600, Land of Fire 1600 xalla liderdir. İlk sual 200 xal. FIFA'nın mənzil iqamətgahı bu İsveçli şəhərində yerləşir. Prima. Cenevrədə. Cenevrə cavabı. Səhvdir Land of Fire. Zürix. Sörüqdə yerləşir. Düzdür. 200 xal qazanıldı. Növbəti sual 400 xal. Rejissor Günther Çatxinin bu filmində müasir Britaniya cəmiyyətində mövcud olan Land of Fire. Beckham kimi oyna. Mədəniyyətlər arası fərqlər işıqlandırılır. Profesional futbolçu karyerasına başlamazdan əvvəl Hind emigrantlarının qızı öz valideynləri ilə konflikt yaşayır. Beckham kimi oyna. Məhz filmin adı belə idi. Doğru cavab gəldi. Vaxtından öncə. Sual cavablandırıldı. Futbolda bir dünyadır 600. Wim Wenders'in 1972-ci ilə çəkilmiş filmin adında onun 11 metrlik cərimə zərbəsi qarşısında qorxusu öz əksini tapmışdı. Kim? Abşeron? Qapçının.
Futbol qapçısının düzdür cavab 600 xal. Daha bir dəqiq cavab gəldi. Bu mövzunun bütün sualları hələ ki götürülür. Onların ümumilikdə 80% Pakistanda. Aha, artıq sualın bu hissəsində Land of Fire komandası cavab verir. Futbol topları. Pakistanda istehsal olunan 60%-i adı çəkilən ölkənin Sialkot şəhərində istehsal olunur futbol topları. Ümumiyyətlə dünyada ən çox məhz orada futbol topları istehsal olunur. Cavab doğrudur. Futbol da bir dünyadır mövzusu. Son sual. Dribbling kralı adlandırılan bu şəxs futbol meydanındakı nailiyyətlərinə görə cəngavər tituluna layiq görülmüş ilk İngilisidir. Abşeron. Stanley Matthews. O eləcə də qızıl top mükafatına layiq görülən ilk şəxsdir. Sir Stanley Matthews. 1000 xal. Abşeron komandasının hesabına yazıldı. Şərtli raundun növbəti mövzusu gözə görünməz adlanır. İştirakçılar buyursunlar. Buyurun. Yapon zondu Selenin köməyi ilə astronomlar orada yerləşən dənizlərin yaranma tarixini tədqiq etmişdilər. Harda? Abşeron. Ayda. Ayda? Bəli. Peki biraz dəqiqləşdirsən. Cavab artıq qəbul oluna bilməz. Keçir olaraq Sümeyran komandasına. Bəlkə ayın görünməyən tərəfi. Ayın görünməyən tərəfində. Mövzunun adı gözə görünməzdir. Mövzuya uyğun oynamaq lazımdır. Gözə görünməz 400. Yeraltı səltənətin hakim olan bu qədim Yunan Allahı Land of Fire Bu Aid'dir. insanı görünməz edə bilən dəbilqəyə malikdir. Aid. Məhz ondan söhbət gedir. Cavab doğrudur. 400 xal. Müxtəlif rejissorlar tərəfindən çəkilmiş 7 qısa metrajlı filmdən ibarət olan bu filmin gəlirləri ehtiyacı olan uşaqlar fonduna göndərilmişdi. Hansı filmin gəlirləri? Gözə görünməz uşaqlar adlanırdı. Gözə görünməz uşaqlar. Klassik stenografiyanın geniş yayılmış metodlarından biri onlardan istifadədir. Kraxmal, aspirin, limon turşusu, mum, süd, soğan şirəsi bu qismdə istifadə oluna bilər. Hansı qismdə? Kraxmal, aspirin, limon turşusu, mum, süd, soğan şirəsi hansı qismdə istifadə oluna bilər? Onlardan Sümeyran komandası. Bəlkə gizli məktubların oxunması. Xeyr, gizli məktubların oxunması cavabı tam ehtiva etmir. Digər komandalar cavab vermirlər. Mən deyirəm, görünməyən mürəkkəb kimi. Onlardan görünməyən mürəkkəb kimi istifadə eləmək olar. Mövzunun son sualı. Meksika, Kuba, Salvador, Nikaragua, Gvatemala kimi region qonşularının kölgəsində qalan bu mərkəzi Amerika dövlətini bəzən gözə görünməz ölkə adlandırırlar. Gözə görünməz ölkə. Hondurası adlandırırdılar. Mövzu yekunlaşdı, buyurun. Şərtli raundun növbəti mövzusu onu bağışlamaq olarmı adını daşıyır. Oyuncular, buyursunlar, öz yerlərini tutsunlar. Mövzudan ilk sual, nominal 200. Tibbi komisiya tərəfindən sağalmaz xəstə hesab edilən Gustav Krupp bu beynəlxalq məhkəmə prosesindən azad edilmişdir. Prima, Göyçay. Haqa. Haqa cavabı səhv. Gustav Krupp hansı məhkəmə prosesindən azad edilmişdi? Land of Fire. Bu Nürnberg prosesi. Nürnberg mühakiməsindən. Düzdür cavab. Dəqiq cavab gəldi. Bibliyaya görə Pasxa bayramı münasibətilə bir cinayətkarı azad etmək istəyən Pontius Pilat bu şəxsi deyil, cinayətkar Varavanı əfv etmişdi. O İsa'nı əfv etməmişdi. Digərində siz... Bəli, məhz İsa Məsih əfv etməmişdi, o Varavanı əfv etmişdi. Daha bir doğru cavab gəldi Land of Fire komandasından. Mövzu davam edir. Ölümündən əvvəl bu Alman şair demişdi. Allah məni bağışlasın. Bu onun peşəsidir. Nietzsche. Nietzsche, Alman filosofu. O deməmişdi. O deməmişdi. Allah məni bağışlasın. Bu onun peşəsidir. Məşhur bir ifadə. Ölümündən əvvəl Heinrich Heine demişdi bunu. Heine. Piotr Weil'in sözlərinə görə 20-ci əsrin ən böyük yazıçılarından olan bu ədibin Nobel mükafatına layiq görülməməsinin səbəbi onun Pinochet ilə görüşməsi idi. Komitə üzvləri bunu dünya şöhrətli müəllifə bağışlamamışdılar. Kimdən söhbət gedir? 20-ci əsrin ən böyük yazıçılarından olan bu ədib. Jorge Luis Borges. Və mövzudan
Son sual səslənir. Arif Babayevin 1979-cu ildə çəkdiyi bu filmdə adamlar arasında mürəkkəb 3 komanda cavab vermək istəyir. Apşıran düyməni ilk ora çıxıb. Onu bağışlamaq olarmı? Xeyr, cavab səhv. O deyil. Bu film deyil. Prima. Prima. Versiya eyni versiyadır. Land of Fire komandası. Bu da eyni versiyadır. Yox. Bəlkə bağışlanmaz günahlar nəsə belə bir şey. Yox. Belə film nə şey? Arif Babayevin 1979-cu ildə çəkdiyi bu filmdə adamlar arasında mürəkkəb və bəzən təzadlı münasibətlərdən danışılır. Filmin adı Bizi Bağışlayın. Bizi Bağışlayın. Şərtli raund davam eləyir. Keçid alırıq 4-cü mövzuya. Maraqlı bir adı var. Pendir adlanır. Pendir. Pendir adlı mövzunun iştirakçılarını gözləyirik. Buyurun. Tribunada öz yerinizi alın. Pendir mövzusundan ilk sual. Azərbaycanda bu pendir uzun müddət saxlanmaq üçün bir müddət Land of Fire Motal pendiri. qoyun dərisinin içində saxlanılır. Motal pendiri. Doğru cavab gəldi. İlk belə pendir İsveçrəli Herbert və Zlotter tərəfindən Apşeron. Deşeyli pendir. Xeyr. Herbert və cavab səhvdir. Herbert və Zlotter tərəfindən 1911-ci ildə natrium sitratdan istifadə edilməklə hazırlanmışdı. 1911-ci ildə ilk belə pendir. Əridilmiş pendirdən söhbət gedirdi. Əridilmiş pendir. Mövzunun üçüncü sualı. Bu pendir öz adını istehsal edildiyi iki yerin adından Reggio Emilia və Parma'dan götürmüşdü. Apşeron. Parmezan. Parmezan. 600 xal dəyərində olan suala düzgün cavab gəldi. O, 1931-ci ildə Xatirənin əbədiliyi adlı şedevr rəsmini Land of Fire komandası. Odursa, xatirənə bədə bu Salvador Dali olmalıdır. Camembert pendir yedikdən və pendirin zərifliyinə heyran olduqdan sonra yaratmışdı. Olduqca məşhur bir tablodur. Təbii ki, Salvador Dali cavabı düzgündür. Öz səhər yeməyini mağarada yarımçıq qoymuş gənc cavan bir neçə gün sonra bura qayıdıb pendirin kifləndiyinin şahidi olmuş. Apşeron. Rotford pendiri, değil mi? Və acı olduğundan həmin pendiri yemişdi. Rəvayətə görə bu pendir məhz belə yaranmışdır. Roquefort pendiri, düzdür cavab. Mövzu yekunlaşdı, öz yerinizi ala bilərsiniz. Raundun son mövzusu. Pullu mövzunun iştirakçıları buyursun. Pullu mövzu. Pullu mövzu ilk sual belədir. Bu pul vaidi sanskritçədən tərcümədə gümüş mənasını verir. Apşeron. Bu rupiyadır. Bu rupidir. İkinci sual. Pul bu oyunun növlərindən biridir. Pul. İlk olaraq Land of Fire. Bilyardın. Bilyardın növlərindən biridir. Növbəti sual belədir. İqtisadiyyatda qiymətdən düşmüş kağız pulların tədavüldən götürülərək sabit kağız pullarla əvəz edilməsi və kağız pulların məzənnəsinin aşağı salınması məhz bu terminlə ifadə olunur. Hansı terminlə? Qiymətdən düşmüş kağız pullar tədavüldən götürülür və sabit kağız pullarla əvəz olunur və kağız pulların məzənnəsinin aşağı salınması devalvasiya adlanır. Devalvasiya. Məncə çətin olmayan bir sual idi. Pullu mövzu 800. 1993-cü ildə bu ölkədə baş verən hiperinflyasiya 500 milyard dinarlıq. Apşeron. Bu Makedoniyadır. Makedoniya cavabı səhvdir. 1993-cü ildə bu ölkədə baş verən hiperinflyasiya 500 milyard dinarlıq əskinasların çap edilməsini gətirib çıxarmışdı. 500 milyard dinarlıq əskinaslar. Düzgün cavab Yugoslaviya. Yugoslaviya cavabı. Pullu mövzu son sual. Roma mifologiyasında baş Allah Yupiterin xanımı Yunona məhz bu ləqəbi daşıyırdı. Mövzundan da fikir verin. Pullu mövzu, Yunonan ləqəbi. Komandaların cavabı yoxdur. Düzgün cavabı mən deyirəm. Onun ləqəbi Moneta. Moneta idi. Buyurun.
Oyunun ikinci mərhələsi də artıq geridə qaldı və sirli raunda keçid almağın vaxtıdır. Sirli raundda iştirakçılar yalnız kürsü arxasında öz yerlərini aldıqdan sonra mövzunun adı ilə tanış olurlar və biz ilk oyuncuları gözləyirik. Buyursunlar. Sirli raundun ilk mövzusunun adı ilə tanış olacaq, ancaq daha əvvəl xal durumu. Prima -1400, Sumerang -500, Abşeron 1600, Land of Fire 3800 xal. İlk sual səslənəcək, mövzunun adısı belədir. 3 bacı. 300 xal. Otilia, Margarita və Evelina Bronte vazını. səhv cavab. Evelina Zimmermanlar bu piyesin baş qəhrəmanlarıdır. Land of Fire bacı. komandası. 3 bacı piyesinin, bəli. Land of Fire komandası suala düzgün cavab verdi. Mövzu davam edir. Şahmatçılar Ruja, Sofiya və Judith bacıları bu soyadı daşıyırlar. Abşeron, Polgar. Polgar, bəli. Məhz Polgar soyadını daşıyırlar. Məşhur Mazar şahmatçıları. Merkurdə yerləşən kraterlərdən biri bu bacıların adını daşıyır. Land of Fire. Bronte bazılı. Bax, indi Bronte bacıları. Mövzunun 4-cü sualı. Dry Schwestern, yəni 3 bacı dağı bu iki Avropa ölkəsi arasında sərhəddir. Dry Schwestern, 3 bacı dağı bu iki Avropa ölkəsi arasında sərhəddir. Avstriya və Liechtenstein arasında. Çətin sualıdır. Cavab gəlmədi. Amerika Birləşmiş Ştatları etnografi ədəbiyyatında rast gəlinən 3 bacı ifadəsi Şimali və Mərkəzi Amerikada geniş yayılmış bu 3 bitkini ehtiva edir. 3 bitkinin adı soruşulur. Çətin ki, bu sualın cavabını tapan olsun. Balqabaq, qarğıdalı və paxla. Məhz onları, 3 bacı ifadəsi onları ehtiva edir. Sirli raundun ikinci mövzusuna keçid alırıq və mövzunun iştirakçıları öz yerlərini tutmalıdırlar. Mövzunun adı belədir. Total. Cıdır yarışlarında hər hansı at üçün nə qədər mərc qoyulduğunu, Bu elə totaldır da. total cavab səhvdir, nə qədər mərc qoyulduğunu və toplanan vəsaitin ümumi məbləğini göstərən sayğac belə adlanır. Prima. Total point. Bu cavabı səhvdir. Abşeron. Totalizator. Totalizator adlanır. Bu anlayış 1920-ci illərin əvvəllərində Mussolini rejimini xarakterizə etmək üçün meydana gəlmişdi. Land of Fire. Totalitarizm. Totalitar dövlət və ya totalitarizm. Doğrudur cavab. 600 xal dəyərində olan sual öz cavabını tapdı. Davam edirik. Cəmiyyətin bütün maddi və mənəvi həyatının müharibənin mənafeyinə tabi edilməsini və onun ən qəddar mübarizə vasitələri ilə aparılmasını nəzərdə tutan bu nəzəriyyə General Ludendorff tərəfindən sistemləşdirilmişdir. Nəzəriyyənin adı var. Siz bunu bilmirsiniz. Elə belə deyim, bu total müharibə olmalıdır. Bu total müharibə idi. Biraz ürəkli oynamaq lazımdır. Total müharibə düzgün cavab et. Mövzu davam edir. 1200 xal. Total futbol ideyasını idmana bu məşqçi gətirmişdi. Abşeron. Hansı məşqçi total futbol ideyası? Neskins. Neskins deyildi. Neskins deyildi. Kim idi bəs? Digər komandalar bilirlər, yoxsa bilmirlər. Total futbol ideyasını idmana Rinus Michels gətirmişdi. Rinus Michels. Mövzunun son sualı. Hasilatın həcminə görə dünyada 4-cü olan bu fransız Land of Fire Total neft şirkətidir. Neft, qaz şirkətinin əsası 1924-cü ildə qoyulmuş Total neft şirkətidir. Bravo! 1500 xal. Sirli raundun 3-cü iştirakçıları, 3-cü mövzunun iştirakçılarını gözləyirik. Gəlin. İlk sual səslənəcək mövzunun adı isə belədir. Körpülər. Körpülər mövzusu. 1973-cü ildə İstanbulda tikilmiş bu körpü ilk olaraq Göyçay komandası. Asma körpü. Cavab səhvdir. Land of Fire. Bu Bosfor körpüsü. Nəyə əsr olmuşdu? Bilmirəm. Türkiyə Cumhuriyyətinin 50 illiyinə əsr olmuşdu. Bunu da yadda saxla. Cavab isə doğrudur. Bosfor körpüsündə söhbət gedir. Körpülər 600.
Gürcüstan və Azərbaycanı birləşdirən bu körpü adını Qırmızı körpü. adı nədən alıb? Daşlardan, kərpiçlərin rəngindən. Kərpicin rəngindən, bax bunu bilirsən. Qırmızı körpü. Körpülər 900. Avropanın ən uzun körpüsü olan Vasco da Gama körpüsü məhz bu ölkədə yerləşir. İlk olaraq Abşeron komandası. Vasco da Gama körpüsü abi. Portugaliyada. Portugaliyada yerləşir. Venetsiyada yerləşən S hərfinə bənzər bu körpü. Bu göz yaşı körpüsü. Yo. Qəm-kədər körpüsü. Ya, deyil. Bu körpü 16-cı əsrdə Antonio de Ponte'nin layihəsi əsasında tikilmişdi. S hərfinə bənzəyir bu körpü. Doğru. Onun adı Rialto körpüsüdür. Rialto. Son suala gəlib çatdıq körpülərin mövzusundan. 2001-ci ildə bu kanal üzərindən tikilmiş avtomobil körpüsü Prezident Hüsnü Mübarəkin adını daşıyır. Land of Fire. Süveyş kanalı. Süveyş kanalının. Sirli raundun 4-cü mövzusuna start veriləcək. Oyuncular öz yerlərini aldıqdan sonra. Buyurun. Mövzunun adı belədir. Kör-körane mövzusu. Kör-körane mövzusu. Erik Weichenmayer bu zirvəni fəth etmiş ilk kör insan hesab olunur. Abşeron komandası. Everest. Everest və Comolonguma cavab doğrudur. Mövzulan ikinci sual 600 xal. Bu məşhur Balqar görücüsü 1923-cü ildə 4 komandanın 4-də artıq cavab verməsi. Mən bilmirəm neyiniyim. Abşeron komandası. Vanga. Onun üzərində keçirilib uğursuz əməliyyat keçirilmişdi və o, belə deyək, həmin əməliyyatdan sonra gözlərini itirmişdi. 3 ildə hətta körlər evində yaşamışdı Vanga. Vanga cavabı doğrudur. Kör-körənə mövzu 900. Həkim səhvi nəticəsində kör olan bu Amerikalı pop müğənnisi I Just Call To Say I Love You mahnısının Abşeron Stevie Wonder. məşhur ifaçı hesab olunur. Stevie Wonder. Bravo. Daha bir doğru cavab gəldi. Kör-körənə mövzu 1200. Azərbaycan, mənim tacım, taxtım oy, oyanmazmı kör olası? Almaz Yıldırım. Baxdım oy, bu şairin hansı əsərindəndir? Azərbaycan. Əsir Azərbaycanım şəhərindən bir parça. Almaz Yıldırım cavabı doğrudur. Kör-körənə mövzu davam edir. Güclü işıq nəticəsində insanın müəyyən müddət görmə qabiliyyətini itirməsi məhz belə adlanır. Sumerang. Səhv etməsəmsə dezorientasiya olmalıdır bu. Cavab səhvdir. O başqa şeydir. Bu qar körlüğüdür, qar. Qar körlüğüdür, buyurun. Sirli raundun sonuna gəlib çatırıq. Son mövzu oynanacaq və son oyuncular öz yerlərini tuta bilərlər, buyurun. Mövzunun adıyla tanış olaq, həkimlər. Başrolda Vəfa Fətullayevin iştirak etdiyi bu film tamaşada hadisələr Bakıda Elmi Tədqiqat Oftalmoloji İnstitutunda cərəyan edir. Hadisələr Bakıda Elmi Tədqiqat Oftalmoloji İnstitutunda cərəyan edir. Fikir verin bura. Oftalmoloji İnstitut. Göz həkimi. Məşhur bir film tamaşadır. Görünür, baxmamısınız. Növbəti sual. Kiçik yaşlarından asma xəstəliyinə tutulmuş bu Argentinalı inqilabçı həm də 1953-cü ildə həkim diplomu almışdı. Land of Fire. Ernesto Che Guevara. Ernesto Che Guevara. Qəhrəmanlıq simvoluna çevrilmiş bir insan. Cavab doğrudur. Robert Louis Stevenson əsərində Mr. Hyde cildinə girərək cinayətlər törədən şəxs məhz o idi. Həmin həkimin adı. Mr. Hyde cildinə girərək cinayətlər törədirdi. Onun adı Dr. Jekyll. Həkimlər mövzusu davam edir. Bu bankir ailəsi əvvəllər həkimi ilə məşğul olmuş, lakin 15-ci əsrdən başlayaraq Florensiyada ən nüfuzlu bankir ailəsinə çevrilmişdi. Medici ailəsi. Medici ailəsi Sumerak komandası düzgün cavab verdi. 1200 xal. Xəstəlik tarixi vərəqinin axırında yazılan xəstəlik haqqında axırıncı diaqnoz və qərar məhz belə adlanır. Necə? Abşeron. Epigris. Epigris adlanır. Düzdür. Beləliklə, sirli raund yekunlaşdı. Keçid alırıq 4-cü mərhələyə, fərdi raunda. Bu mərhələnin qaydalarına əsasən yalnız bir oyuncu hər komandadan iştirak edə bilər və biz həmin oyuncuları gözləyirik. Buyurun.
Mövzuların adları ilə tanış olmazdan əvvəl xal durumunu nəzərdən keçirək. Prima komandası mənfi 1100 xal, Sumerang mənfi 800 xal, Abşeron 5500 xal, Lendofaya 8600 xal. Fərdi raundun mövzuları. Ümid sonda ölür, Avto aləm, Kim sevirsə idmanı, Klublar, Adsız mövzu. İlkin olaraq Prima komandasının seçimi. Avto aləm mövzusundan imtina olundu. Sumerang, Klublar. Klublar mövzusu artıq yoxdur. Abşeron komandası seçimi. Birinci tema neydi? Ümid sonda ölür. O başlasın. O ümid sonda öldü. Mənim mövzu artıq. Və son olaraq Land of Fire Yəni komandası. təkrar edərdizdə. Kim sevirsə idmanı yoxsa adsız mövzu? Kim sevirsə idmanını oynayaq. Oynayaq. İdman mövzusu oynanacaq. Komandaların seçimləri əsasən 5 mövzudan idman mövzusu oynanacaq. İlk sual 400 xal. Premium sinfindən olan idman opsiyalı bu avtomobil 2005-ci ildən Land Rover şirkəti tərəfindən istehsal olunur. Hansı avtomobil? 2005-ci ildən Land Rover şirkəti tərəfindən istehsal edilir. O Range Rover Sport avtomobili idi. 2005-ci ildən istehsal olunur. Bu dövlətin Ngati Toa aborgen tayfası ölkənin regbi millisinin icazəsiz olaraq Yeni Zelandiya. icazəsiz olaraq tayfanın hərbi marşından regbi himni kimi istifadə etdiyinə görə milli komandanın cərimə edilməsi haqqında iddia irəli sürmüşdü. Onların himnindən Yeni Zelandiyanın regbi yığması, belə deyək də, regbi himni kimi olan hərbi marşından istifadə edir. Mövzu davam edir. 3-cü sual. Dəyəri 1200 xal. Məhz bu döyüş sənəti 1955-ci ildə Sumerang, Səhv etmirəmsə 55 isə taekwondodur bu. Cənubi Koreya ordusunun generalı Choi Hong-hee tərəfindən yaradılmışdır. Taekwondo. Bravo. 1971-79-cu illərdə Uganda prezidenti olmuş bu şəxs. 1900 Abşeron. Bu Amin İdi. 1951-60-cı illər ərzində Ugandada hansı idman növü üzrə çempion olmuşdu? Bilirsiniz onu? Yox. Boks üzrə çempion olmuşdu. Məşhur bir film də var, Şotlandiyanın sonuncu kralı. Həmin mövzunun son sualından öncə xal durumu. Abşeron 7100, vəziyyət düzəlib, komandanın vəziyyəti düzəlib. Land of Fire 8600 xala liderliyini qoruyur. Prima mənfi 1100, Sumerang 1200. Prima komandası xəmsə raunduna keçid almaq üçün mütləq bu suala düzgün cavab verməlidir. Diqqət sual. Amerika Birləşmiş Ştatlarında aligatorların hücumuna ən çox məruz qalanlar sırasında balıqçılar, üzgüçülər və çox qəribə olsa da bu qeyri-ekstremal idman növü ilə məşğul olan adamlar tutur. Hansı idman növü ilə məşğul olan adamlardan söhbət gedir? Söhbət golflə məşğul olanlardan gedir. Golflə. Round bitdi, buyurun. Buyurun. Beləliklə oyunun artıq 4 mərhələsi geridə qaldı və keçid alırıq 5-ci mərhələyə. Xəmsə raundunda Göyçayın Prima komandası iştirak edə bilməz, çünki xal durumu əsasən mənfi 1100 xal onların göstəricisidir. Sumerang 1200, Abşeron 7100, Land of Fire 8600 xal. Bu demək ki, Prima komandasına biz vidalaşmalıyıq. Onlar qaydalara əsasən bu raundda iştirak edə bilməzlər. Və onlara biz öz təşəkkürümüzü bildiririk. Xəmsə raundunda iştirak edəcək komandalar isə artıq öz gedişlərini edə bilərlər. Buyurun. Budur, ancaq budur. Mümkün tapdıq, tapdıq, düşdü. O kim yaza bilir? Komandaların gedişləri artıq məlumdur. İndi xəmsə raundunun sualını səsləndirmək olar. Xəmsə raundunda hüquqlar adlanan mövzudan sual gələcək. Qay Yuli Sezar yaşlaşdıqca ona verilmiş bu daimi hüququndan daha tez-tez istifadə etməyə başlamışdı.
Söhbət hansı hüquqdan gedir? Ona hansı hüquq verilmişdi? Yaşlaşdıqca Qay Yuli Sezar hansı hüququndan istifadə etməyə başlamışdı? Son 5 saniyə. Cavablar təhvil yazılsın və verilsin. Beləliklə, komandaların gedişləri və cavabları artıq məlumdur. Sumeriya komandası 1199 sal gediş etdi və Senatdan istədiyi vaxt çıxmaq cavabını verdi. Bu yanlış cavab idi və komanda oyunu bir xalla başa vurdu. Land of Fire komandası bütün oyun boyu liderini davam etdirilmişdi. 8600 xalı var idi. Abşeron komandasının 7100 xalı var idi. Abşeron komandası 4100 xalla gediş etdi. Land of Fire komandası 5601 xalla gediş etdi. Və bu komandaların cavablarına keçid almazdan öncə sualın bir daha yadımıza salaq. Qay Yuli Sezar yaşlaşdıqca ona verilmiş bu daimi hüquqdan daha tez-tez istifadə etməyə başlamışdı. Bu hansı hüquqdur? Bu hüquq yaşlaşırdı, keçəlləşirdi. Dəfnə yarpağı, dəfnə çələngi gəzdirmə hüququ verilmişdi ona. Məhz Abşeron komandasının yazdığı kimi o dəfnə çələngi gəzdirməyə başlamışdı. Yalnız bir komanda bu suala düzgün cavab verdi. Məhz Sezar, belə deyək, yaşının həmin dövründə bu hüququndan istifadə etməyə başlamışdı və Abşeron komandası suala düzgün cavab verdi. Beləliklə, Land of Fire komandası oyunu 2999 xalla başa vurdu. Abşeron komandası 11200 xalla finala vəsiqə əldə etdi. Təbrik edirik. Sizinlə hörmətli tamaşaçılar, düz bir həftədən sonra yenidən görüşəcəyik final oyununda. Bir həftədən sonra çempion məlum olacaq. Sağ olun, salamat qalın.